necə özümüzdəki bu xəstələri yaxşı planlayaq ki, bizdən daha az maaş alanlar necə ki yaxşı yaşaya bilirlər, xərclərini düzgün formada planlaşdıra bilirlər, biz də onlar kimi eləyə bilək. Bunun üçün əsas məsələ nədir? Sən pulun hara getdiyini hər zaman demişəm bilməlisən. Elə insanlar var ki, maaş alırlar və deyirlər ki, pulum hara getdi, yoxa çıxdı, hara getdi mən bilmirəm. Sən maaşını alanda ən azı planlaşdırılmış bir xərclərin olur. Məsəl üçün 20%-in ev xərcləri olur, 30%-in nə bilim market xərcləri olur, 10% və s. Yəni bu xərcləri sən planlaşdırmalısan hər zaman və bilməlisən ki, xərclərin böyük bir hissəsi hara gedir. Növbəti məsələ prioritetlərini müəyyənləşdirməlisən. Sənin bu ay üçün vacib olan xərclərin nədir və hansı yerlərə bu ay xərclər edə bilərsən, hansı yerləri növbəti ayda saxlaya bilərsən. Üçüncü məsələ ehtiyat fondun olmalıdır. Bəzən elə ola bilər ki, sənin həmişə demişəm, sağlamlıqla bağlı problemlərin ola bilər və yaxud da hər hansı bir yerə böyük məbləğdə pul xərcləmək olacaqsan. Onun üçün bir ehtiyat fondun olmalıdır ki, həmin vaxt gələndə, həmin an gələndə maaşının böyük bir hissəsini ora xərcləməyəsən. Bunun üçün bir zərf metodu var idi, hansı ki, videoların birində izah eləmişdim. Əgər bununla bağlı hansısa bir sualınız varsa və yaxud da bu zərflər metodunu öyrənmək istəyirsinizsə, mənə yaza bilərsiniz, sizə göndərə bilərəm. Video faydalı olursa, dostlarınıza göndərin ki, onlar da faydalansınlar və səhifəmi izləməyi unutmayın. Sağ olun.